Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün bir izləyicimin xahişi ilə natural ədədlərin mövzu izahını paylaşıram. Sadəcə bu gün ağ lövhəmdə problem yarandı. Ona görə də Paint-də izah edirəm. Çünki izah etməsəm olmazdı. Artıq söz vermişəm izləyicimə. Deməli, gəlin başlayaq. Natural ədədlər saymaq üçün istifadə edilən ədədlərdir. Natural ədədlər çoxluğunu n çoxluğu ilə işarə edirəm. N çoxluğu bərabərdir. Birdən başlayaraq saymağa başlayırıq. Yəni, deməli, ən sonuncu n-dən sonra da sonsuz sayda natural ədədlərimiz var. Ən kiçik natural ədəd göründüyü kimi 1-dir. Natural ədədlər sonsuz saydadır. Ona görə də, yəni sonuncu ədəd qoymamışam, nöqtələr qoymuşam. Sonsuz sayda natural ədədimiz var. Amma 0 natural ədəd deyil. Ona görə də natural ədədlər çoxluğuna daxil deyil kimi yazıram. Natural ədədləri yazmaq üçün 10 rəqəmdən istifadə edirəm. Bu rəqəmlərin içinə 0 da daxildir. 0, 1, 2, 3, 4, 5, 6, 7 və 8, 9. Deməli, 10 rəqəmdən istifadə edərək natural ədədlər yazıram. Natural ədədlərin yazılışında 10 rəqəmdən istifadə etdiyim üçün həmin say sistemi onluq say sistemidir. Onluq say sistemində ədədləri necə mərtəbə vahidlərinə ayırırıq, indi ona baxaq. Məsələn, yazıram ki, 729. Burada təkliklər mərtəbəsində 9, onluqlar mərtəbəsində 2, yüzlüklər mərtəbəsində də 7 durur, düzdür? Ümumiyyətlə, natural ədədlərdə təklik, onluq, yüzlük, daha sonra minlik, 10 minlik, 100 minlik, milyonluq, 10 milyonluq, 100 milyonluq və s. bu kimi davam edir. Sağdan sola doğru getdikcə artır. İndi mən burada 729-u mərtəbə vahidlərinə ayıraraq yazıram. Deməli, 7 vurulsun, 7 yüzlüklər mərtəbəsində, düzdür? Ona görə yazıram 7 vurulsun 100. Üstə gəlinsin. 2 onluqlar mərtəbəsindədir. Yazıram ki, 2 vurulsun 10. Üstə gəl 9 vurulsun 1. Yazsam da olar, yazmasam da. Həqiqətən də hesablasaq 729, düzdür? İndi ümumi şəkildə necə yaza bilərəm? Ümumi şəkildə istənilən natural ədədləri ayırmaq olur. Məsələn, mən yazıram ki, AB, düzdür? Bu AB-nin üstündən xət qoyanda bu o deməkdir ki, yəni AB 2 rəqəmli ədəddir. İndi A onluqlar mərtəbəsindədir, B təkliklər mərtəbəsində. Yazıram ki, A vurulsun 10, üstə gəlinsin, B vurulsun 1. Daha səliqəli yazsaq, 10A üstə gəl, B. Daha sonra 3 rəqəmli ədəd götürsəm, A, B, C. Üstündə xət olarsa 3 rəqəmli ədəd mənasını verir. Yazıram ki, A yüzlüklər mərtəbəsindədir. Yazıram ki, 100A üstə gəlinsin, B onluqlar mərtəbəsindədir. 10B üstə gəlinsin, C. İndi gəlin bunlara aid bir misal nümunəsinə baxaq. Məsələn, yazıram ki, AB üstündə xət bərabərdir 5A üstə gəl 4B. İndi AB-ni necə açıram? 10A üstə gəl B. Yazıram ki, 10A üstə gəl B bərabərdir 5A üstə gəl 4B. İndi mən burada A-ları bir tərəfə, B-ləri bir tərəfə yığmalıyam. Buna görə də gəlin 5A-nı sol tərəfə keçirdək. 5A-nı sol tərəfə keçirdəndə 5A-nın işarəsi burada əvvəlcə müsbətdir. Çünki yazılmayan müsbət deməkdir. İndi digər tərəfə keçəndə üstəgəl yox, çıx 5A olacaq. Yazıram ki, 10A çıxılsın 5A bərabərdir 4B. Burada B-nin işarəsi üstəgəldir. Digər tərəfə keçəndə çıxılsın B olacaq. 10A çıx 5A. 5A bərabərdir 4B çıxılsın B. Burada B-nin əmsalı yazılmayan 1-dir. 4-dən də 1 çıxanda 3B. İndi burada A bərabərdir, B bərabərdir. Neçə olacaq? A B-nin qarşısında durana, yəni 3-ə bərabər olur. B də A-nın qarşısında durana, yəni 5-ə bərabər olur. Deməli, AB 2 rəqəmli ədədimiz hansı ədədmiş? A-nın yerində 3, yəni 35. Cavabımızı alırıq 35. Bizdən bəzən A və B-nin cəmini soruşa bilər, cavab olar 8. A və B-nin hasilini soruşa bilər, cavab olar 15. Yəni bizdən sualda nə soruşursa ona uyğun verilənləri yerinə qoyub tapırıq cavabımızı. İndi isə natural ədədlərin müqayisəsini izah edirəm. Deməli, müqayisə zamanı hansı natural ədədin rəqəmlərinin sayı daha çoxdursa, o ədəd böyükdür. Məsələn, yazıram ki, 632.443. Bir də yazıram
63240. Baxıram ki, burada 6 rəqəmli ədəddir, burada 5 rəqəmli ədəddir. Deməli, təbii ki də rəqəmlərinin sayı çox olan naturalda daha böyükdür. Əgər rəqəmlərinin sayı eynidirsə, məsəl üçün yazıram ki, 5240, bir də yazıram 5243 tutaq ki. Rəqəmlərin sayı eyni olanda da mərtəbə vahidləri daha böyük olan böyük olacaq. Mərtəbə vahidlərinin böyük olmasını yoxlayan zaman da çalışın soldan başlayın. Çünki ən böyük mərtəbə vahidləri solda olur. Çünki sağdan sola doğru artırırıq axı, düzdür? Baxıram ki, burada minlik, yüzlük və onluqlar eynidir. Ona görə təkliyə baxmalıyam. Baxıram təkliklərdə də 3 daha böyükdür. Ona görə 5243 daha böyük olur. Bunlar sadə məsələlərdir. İndi gəlin bunun tapşırıq həllinə baxaq. Məsələn, yazıram ki, 5400 bura A2 olsun, 4 rəqəmli ədədimiz və 5461. Bizə deyir ki, birinci olan daha böyükdür. İndi mən bunu müqayisə etmək üçün baxıram ki, ikisinin də ilk deməli 5400-də düzdür, 54 hissəsi eynidir. Baxıram bu A-ya və 6-ya. Deməli, A 6-dan böyük olmalıdır. Yəni A-nın qiymətləri neçə ola bilər? 6-dan böyük. Deməli 7, 8, 9 ola bilər. İndi A-nın özünü yoxlayaq. Əgər A 6 olsa, baxıram ki, təkliklər mərtəbəsi burada 2-dir, burada 1. Deməli A 6 da olsa, yenə də birinci ədəd daha böyükdür. Yəni 5462 daha böyükdür. Onda A 6 da ola bilər. Amma əgər yazsaydım ki, 5400, deməli A bura 0 olsun. A 0 və 5461. Yenə eyni qaydada böyükdür işarəsi varsa. A-nın qiymətləri yenə 7, 8, 9 ola bilər. Amma 6-nı yoxlamalıyam. Bura 6 olsa 60, burada 61. Baxıram ki, böyük olmur, axı düzdür, kiçik olur. Deməli 6 ola bilməz. Yəni ikinci halda yalnız 3 qiyməti, birinci halda isə 4 qiyməti ola bilər. Daha sonra başqa cür necə suallar ola bilər. Məsələn, yazar ki, 6245. Burada yüzlüklər mərtəbəsini göstərən rəqəm 2-dir. Amma desək ki, neçə yüzlük var? Onda 2 deyil cavabımız. Cavabımız 62 olur. Necə? Göstərən rəqəm 2-dir. Amma neçə yüzlük var desə buradan yazaq. Neçə yüzlük var? Neçə yüzlük olduğunu tapmaq üçün verilmiş ədədi, yəni 6245-i bölürəm 100-ə və 100-ə bölüb tam hissəni götürürəm. Burada 100-ə böləndə 62, qalıqda 45 alınır. Qalığa baxmırıq, tam hissəni götürürük. Deməli 62 yüzlük var. Heç qalıqlı bölməyə getmədən yüzlüklər mərtəbəsini göstərən rəqəmdən sonra bir dənə xətt çəkirsiniz. 45-ə baxmırıq, cavabımız olur 62. İndi isə baxırıq yuvarlaqlaşdırmaya. Burada 2 hal var. Birinci halda, deməli, hansı mərtəbə vahidini yuvarlaqlaşdırıramsa, həmin mərtəbə vahidinin sağına baxıram. Deməli, sağdakı rəqəmlər əgər 0, 1, 2, 3, 4-dürsə, onda yuvarlaqlaşdıracağım, deməli, belə mərtəbə vahidi rəqəm olduğu kimi qalır. Məsələn, yazsam ki, 153. Onluqları qədər yuvarlaqlaşdırıramsa, baxıram, 5-dən sonra 3 gəlib, düzdür? 3 də ki, 0-dan 4-ə qədər, yəni bu birinci halda göstərdiyim rəqəmlərin içərisindədir. Onda mərtəbə vahidi olduğu kimi qalacaq, yəni 5 olduğu kimi qalır və 5-dən sonra gələn 3 sıfırlanır. İkinci halda isə, deməli, yuvarlaqlaşdırdığım mərtəbə vahidindən sonra 5, 6, 7, 8, 9. Əgər 5-dən 9-a qədər olan rəqəmlərdən hər hansı biri gələrsə, onda verilmiş mərtəbə vahidi bir vahid artır. Məsələn, yazıram ki, 169. Onluqlara qədər yuvarlaqlaşdırıramsa, deməli, yüzlüklərə toxunmuram, olduğu kimi saxlayıram, amma yuvarlaqlaşdırdığım mərtəbə vahidi, yəni 6 bir vahid artır və özündən sonraki sıfırlanır. İndi isə natural ədədlər üzərində əməllərə baxırıq. Birincisi toplamaya baxırıq. Deməli, toplamanın komponentləri nə idi? Toplanan isə, məsələn, yazıram ki, A üstəgəl B bərabərdir C. Toplananların yerini dəyişsəm, yəni B üstəgəl A bərabər C yazsam, heç bir şey dəyişmir, olduğu kimi qalır. Bizə
bununla bağlı necə bir sual düşə bilər? Məsələn, deyək ki, toplananlarının biri digərinin 5 mislidir. Onda biri x olsa, digəri bunun 5 mislidir, yəni 5x. Deyək ki, cəm də 60-a bərabərdir. Yazıram ki, x üstə gəl 5x bərabər 60. Burada x-in əmsalı 1-dir. Cəmi olur 6x bərabər 60, x də olur 10. Deməli, toplananlarımın biri 10, digəri 50 imiş. Bu cür sual düşə bilər. İkinci, indi çıxma əməlini göstərək. A çıxılsın B bərabər C. Deməli, azalan çıxılan fərq. İndi gəlin birlikdə çıxmaya uyğun bir misala baxaq. Məsələn, deyə bilər ki, azalanı 8 vahid artırdıqda, çıxılanı 3 vahid azaltdıqda fərq, yəni C necə dəyişər? Bu cür misallarda ən gözəli bir dənə nümunə götürün. Məsələn, yazaq ki, deməli, 10 çıxılsın 6 bərabər 4. Sadə bir misal yazın. İndi azalan 8 vahid artsın. Onu 8 vahid artırıram, yəni 18 çıxılsın. Çıxılan 3 vahid azaltdıqda. 6-nı 3 vahid azaltdıqda olur 3 bərabərdir 15-ə. Baxıram ki, fərq əvvəl 4 idi, indi isə 15-dir. Necə dəyişdi? Artıbdı, düzdür? Neçə vahid artıbdı? 15-dən 4 çıxıram, 11. Deməli, fərq, yəni C 11 vahid artar. Yəni, belə misallarda ən gözəli bir dənə sadə bir nümunə götürməkdir. Bunun üzərində verilənləri tətbiq etdikdən sonra cavab tapmaq çox asandır. Daha sonra, indi isə baxaq vurma əməlinə. Vurma əməli də eyni ilə toplamada olduğu kimidir, yəni daha sadədir. Deməli, vuruq, hasil. Yine vurukların yerini dəyişdikdə cavabımız, yəni hasilimiz dəyişmir. Burada da bizə sualı toplamada olduğu üçün məsələn deyə bilər ki, bir digərinin 3 mislidir və ya bir digərindən 2 dəfə azdır. Hasili verəcək. Buradakı kimi 1-nə x, digərinə də məsəl üçün 3 dəfə böyük olsa 3x deyərəm. 5 dəfə böyük olsa 5x deyəcəm. Hasilini bizə verilən, deməli belə deyək də, hansı ədədi verilsə ona bərabər edəcəm. İndi gəlin bölməyə baxaq. Bölməni yazsam ki, A böl B bərabər C. Bölməni həmçinin kəsir kimi də göstərə bilərəm. Yəni A bölünsün, yəni kəsir xətti B bərabər C kimi. Burada əsas şərtimiz odur ki, bölənimiz, yəni B heç vaxt sıfıra bərabər ola bilməz. Yəni riyaziyyatda sıfıra bölmə təyin olunmayıb. Ona görə də bölən hər zaman sıfırdan fərqli olmalı. Yəni əsas şərt burada budur. Bölən sıfırdan fərqli olmalıdır. Daha sonra bölmə zamanı deməli bölən qismətdir, düzdür? Burada deməli bu qalqısız bölmədir. Qalqılı bölmədə əgər bölünən bölənə tam bölünmürsə, bu qalqılı bölmədir. Qalqılı bölməndə gəlin belə yazaq. A bölünsün B bərabər C, mötərizədə R yazaq. Deməli, burada bölən natamam qismət və qalıqdır, düzdür? Burada belə bir düsturumuz var ki, bölünən, yəni A bərabərdir. Bölən və natamam qismətin hasili üstə gəlinsin bizdə aldığımız qalıq, yəni R. Bax, bu düstur bizə lazım olur. Daha sonra tək və cüt ədədləri buradan göstərək. Deməli, tək ədədlər və cüt ədədlər. Birinci gəlin cütə baxaq. Deməli, cüt ədədləri göstərmək üçün ümumi formulu yazsam, 2K kimi göstərirəm. Tək ədədlər üçün ümumi formul yazsam, 2K üstə gəl 1 və ya çıx 1 yazıram. Bunlar oldu bizim ümumi formullarımız. Daha sonra cüt ədədlər və tək ədədləri bəs mən necə təyin edəcəm? Cüt ədədlərin sonu 0, 2, 4, 6 və 8 ilə bitir. Tək ədədlərin sonu isə 1, 3, 5, 7 və 9 ilə bitir. İstənilən tək ədədin qüvvəti nə olursa olsun, tutaq ki, n yazıram. Tək ədədin qüvvəti nə olursa olsun, hər zaman tək olacaq. Və yaxud da həmçinin cüt ədədin. Cüt ədədin qüvvəti nə olursa olsun, fərq etmir, hər zaman cüt olacaq. Məsələn, 2-nin üstü yazaq ki, tutaq ki, 8. Bunu mən bilirəm ki, onsuz da cütdür də, düzdür, 256 cütdür. Amma 200 tutaq ki, 56 yazsam və ya 57 yazsam tək ədəd, bu yenə də cüt olacaq, cüt ədədlərə aid. Yəni hesablaya bilməsəm belə, mən bilirəm ki, əgər mənim verilmiş ədədim cütdürsə, qüvvəti tək ədəddə olsa, cüt ədəddə olsa bu cütdür. Həmçinin tək ədədlərdə də belədir. Məsələn, yazıram ki,
5 üstü 60 tutaq ki, hesablaya bilmirəm, çətindir hesablamaq. Amma bilirəm ki, 5 tək olduğu üçün verilmiş ədəddə tək ədəd olacaq. Sadəcə mən bilməliyəm ki, bax bu qüvvətdəki n natural olsun. Yəni 0 olsa, istənilən ədədin qüvvəti 0 olsa, bu 1-ə bərabər olur. Məsələn, cüt ədəd götürsəm 4 üstü 0, bu 1-ə bərabər olacaq. Yəni əgər ki verilmiş ədədin qüvvəti 0-dırsa, hər zaman 1-ə bərabər olur. Yəni tək olmuş olur. Bu da istisna haldır. Daha sonra nəyə baxaq? Deməli, bizim bəzi düsturlarımız var, amma mən bunu şagirdlərimə əzbərlətmirəm. Məsəl üçün deyir ki, tək ədədlə tək ədədin cəmi tək olur, yoxsa cüt olur? Bizdən bunu soruşa bilər. Bunu da tapmaq üçün ən yaxşı yol yerinə rəqəm qoymaq. Məsələn, deyir ki, aşağıdakılardan hansı təkdir? Yazır ki, 2n üstəgəl 1, 2n'in kvadratı üstəgəl, tutaq ki, 2 və s. Bunu yoxlamaq üçün ən yaxşısı n'in yerinə bir dəfə 1 qoyun, bir dəfə də 2 qoyun. İndi n'in yerinə birincidə 2n plus 1-də n'in yerinə 1 qoyanda 3 olur. 2 qoyanda isə deməli 4 üstəgəl 1 5 olur. Həm 1 qoyanda, həm 2 qoyanda cavabımız tək olur. Düzdür? Deməli aşağıdakılardan hansı həmişə təkdir desə, cavabımız bu birinci olur. İndi ikincidə yoxlasam, n'in yerinə 1 qoyanda 4, 2 qoyanda 2 vurulsun 2'nin kvadratı. Yəni 2 vur 4, 8 üstəgəl 2 də 10 olur. Yəni aşağıdakı isə hər zaman cüt oldu, düzdür? Yəni bunun üçün ən yaxşısı yerinə rəqəm qoymaqdır. Bir dəfə 1 qoyun, bir dəfə 2 qoyun və yoxlayın. Yəni oradakı düsturları əzbərləməyə ehtiyac yoxdur. Məsələn, deyir ki, tək ədədə vuranda necə olacaq? Yerinə rəqəm qoy. Tutaq ki, 1 vurulsun 3. Deməli, təkə vuranda tək olur. Bəzən deyir, tək vurulsun cüt. Məsələn, 1 vurulsun 2, cütdür. Düzü deməli, tək vurulsun cüt olacaq. Bu düsturları əzbərləməkdənsə yerinə 1 qoyun, 2 qoyun və cavabı tapın, təyin edin. Və burada bir dənə də şərt var, onu deməmişəm. Qalıqlı bölmədə əsas şərtimiz budur ki, bölən, yəni B hər zaman qalıqdan, yəni R-dən böyük olmalıdır. Qalıq heç vaxt bölənə bərabər ola bilməz, böləndən böyük ola bilməz. Məsəl üçün, sual deyirəm ki, əgər bölən, yəni B5 olarsa, alına biləcək qalıqların cəmini tap. Mən bilirəm ki, bölən 5-dirsə, alına biləcək ən böyük qalıq 4-dür. 5 ola bilməz. Yəni, hər zaman R qalıq böləndən kiçik olmalıdır. Deməli, ən böyük 4 ola bilər. Həmçinin 1, 2, 3 də ola bilər. İndi bunların cəmini soruşanda toplayacağım. Bu da olur 10. İndi isə bölünmə əlamətlərini izah edirəm. Burada deyəcəyim şərtləri videonu saxlayıb qeyd dəftərinizə yaza bilərsiniz. Deməli, bütün ədədlər 1-ə qalıqsız bölünür. Yəni, bütün ədədlər 1-ə tam bölünür. Sonra 2-yə bölünmə əlaməti. Deməli, 2-yə bölünmə əlaməti budur ki, bütün cüt ədədlər, sonu cüt rəqəmlər bitən ədədlər 2-yə deməli qalıqsız bölünəcək. İndi 3-ə bölünmə əlamətinə baxırım. 3-ə bölünmə əlaməti budur ki, verilmiş ədədin rəqəmlərinin cəmi 3-ə qalıqsız bölünsün. Məsələn, yazıram ki, 160 deməli neçə olsun 2. 162 3-ə qalıqsız bölünür. Çünki 1, 6 və 2 rəqəmlərinin cəmi nədir? 9 düzdür. 9 da 3-ə qalıqsız bölünür. 3 alınır. Deməli 162 də 3-ə qalıqsız bölünür. İndi 162 sadədir. Daha mürəkkəb formada belə verilə bilər. Məsələn, deyək ki, 4A 5, 8, 4 rəqəmli ədədi 3-ə qalıqsız bölünərsə A-nı tap. Mən nə edəcəm? 3-ə bölünmə əlaməti nə idi? Rəqəmlərinin cəmi yazıram. 4 üstəgəl A üstəgəl 5 üstəgəl 8. Rəqəmlərinin cəmi olur 18 üstəgəl A. Daha doğrusu 17 üstəgəl A. Deməli, rəqəmlərinin cəmi 3-ə bölünməli. Deməli, A-nın qiymətləri neçə ola bilər? 17-dən sonra 3-ə bölünən ədəd 18. Deməli, 18 olması üçün A neçə olacaq? 1. Daha sonra 3 vahid artırıram. 4 və 7. 1, 4, 7. Cəmini soruşsa 1, 4, 7-ni toplayırıq. Cavabımız olacaq 12. Hasilini soruşsa 28. Bizdən nəyi tələb etsə onu tətbiq edəcəm. İndi 4-ə bölünmə əlamətindəyik. 4-ə bölünmə əlaməti də verilmiş ədədin son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə qalıqsız bölünərsə, həmin ədəd 4-ə qalıqsız bölünür. Məsələn, yazıram ki, 4060. İndi son 2 rəqəmin əmələ gətirdiyi ədəd 60-dır.
Mən də bilirəm ki, 60-ı 4-ə böləndə 15 alınır. Qalıqsız bölünür. Deməli, verilmiş ədəd 4-ə qalıqsız bölünür. 5-ə bölünmə əlaməti sadədir. Verilmiş ədədin son rəqəmi 0 və ya 5 olarsa, 0 və ya 5-dirsə, həmin ədəd 5-ə qalıqsız bölünür. İndi 6-ya bölünmə əlaməti, deməli, 6-ya bölünmə əlaməti 6 2 vuruqun hasilidir, düzdür? 2 vurulsun 3-dür. Deməli, 6-ya bölünmə əlaməti odur ki, həm 2-yə bölünmə əlaməti tətbiq olunmalıdır, həm 3-ə bölünmə əlaməti tətbiq olunmalıdır. 2-yə bölünmə əlaməti nə idi? Cüt olması. Deməli, həm cüt olmalıdır, həm də 3-ə bölünməlidir. Yəni, rəqəmlərinin cəmi 3-ə qalıqsız bölünməlidir. Deməli, hər iki şərt də ödəndikdə həmin ədəd 6-ya bölünür. Məsələn, belə bir sual düşə bilər. Deyər ki, 6340 A ədədi. Deyər ki, bu 4 rəqəmli ədəd 6-ya qalıqsız bölünərsə, A-nın qiymətlərini və ya qiymətini tap, düzdür? İndi nə edəcəm? 6-ya bölünməsi üçün həm 2-yə, həm də 3-ə bölünməlidir. 3-ə bölünmə əlaməti rəqəmlərinin cəminin 3-ə bölünməsidir. Rəqəmlərin cəmini tapsam, 6, 3, 4. Üstəgəl A. Bərabərdir, deməli 13, düzdür? 13 plus A. 13-dən sonra 3-ə bölünən ədəd 15-dir. Deməli, A-nın qiymətləri 13 üstəgəl 2 olsa 15-ə bölünür. Və 3 artır da 2, 5, 8. A-nın qiymətləri 2, 5, 8 ola bilər. İndi, deməli, bu şərt ödənilir. İndi baxıram 2-yə bölünməsinə. 2-yə bölünməsi üçün son rəqəm, yəni A cüt olmalıdır. Baxıram ki, 5 təkdir, onda 5 ola bilməz. Deməli, A-nın qiymətləri 2 və 8 ola bilər. Bizdən qiymətlər cəmini soruşsa, cavabımız 10 olacaq. Qiymətlərinin hasilini istəsə 16 olacaq. Daha sonra 8-ə bölünmə əlaməti verilmiş ədədin son 3 rəqəminin əmələ gətirdiyi ədəd 8-ə bölünərsə, həmin ədəd 8-ə bölünür. Məsələn, yazıram ki, 52800. Baxıram son 3 rəqəmin əmələ gətirdiyi ədədə 800. 800 8-ə bölünür, düzdür? Cavab olur, nə? 100. Deməli, verilmiş 5 rəqəmli ədəd 8-ə qalıqsız bölünür. Daha sonra 9-a bölünmə əlaməti. 9-a bölünmə əlaməti 3-ə bölünmə əlaməti kimidir. Rəqəmlərinin cəmi 9-a qalıqsız bölünərsə, 9-a verilmiş ədəd qalıqsız bölünəcək. 10-a bölünmə əlaməti. 10-a bölünməsi üçün son rəqəm 0 olmalıdır. İstənilən ədədin son rəqəmi 0 olsa, deməli 10-a qalıqsız bölünür. İndi sadə və mürəkkəb ədədləri izah edirəm. Sadə ədədlər nədir? Sadə ədədlər yalnız vahidə, yəni 1-ə və özünə bölünən ədədlərdir. 1-ə və özünə bölünən ədədlər. Məsələn, deməli yazaq ki, 2, 3, 5, 7, 11, 13, 17, 19 və s. gedir. Ən kiçik deməli sadə ədədimiz 2-dir. Hətta 2 yeganə cüt ədəddir ki, sadədir. Mürəkkəb ədədlər isə 2-dən daha çox böləni olan ədədlərdir. Deməli, ən kiçik mürəkkəb ədədimiz 4-dür. 4-dən başlayaraq bütün cüt ədədlər 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir. Tək ədədlərdən 9 yaza bilərəm, daha sonra 15 yaza bilərəm, 25, 35 və s. gedir. Mürəkkəb ədədlərin əsas xassəsi 2-dən çox böləni olsun. Bir də var heç biri. Bir ədədi nə sadədir, nə mürəkkəb. Nə mürəkkəb. İndi ədədin sadə vuruqlara ayrılması qaydası var. Məsələn, götürürəm 39. Verilmiş ədədi sadə vuruqlarına ayırmaq üçün mən başlayıram 3-dən. Məsələn, 39-u böldüm 3-ə, 13. Daha sonra 13-ü bölürəm 13-ə, çünki 13 özü sadədir. Burada da alınır 1. Deməli, 39 sadə vuruqlarını necə ayırıram? 3 vurulsun 13 kimi. İndi yazıram 36-nı. 36-nın sadə vuruqlarını ayırmaq üçün 2-dən başlayıram. 18, indi 3-ə bölürəm. 6, indi 2-yə bölürəm. 3, 3, 1. Yəni, mütləq deyil ki, 2, 2, 3, 3 olsun və ya 3, 3, 2, 2 olsun. Ürəyim hansını istəyirsə, bölə bilərəm. Əsas odur ki, sağda böldüklərim sadə olsun. Mən 36-nı 6-ya bölərək başlaya bilmərəm. Mütləq sadə ədədlərə bölməliyəm. İndi 36-nın sadə vuruqları ayrılışını yazaq. Burada müxtəlif sadə vuruqlar 2 və 3-dür.
2-dən 2 dənə var, qüvvətinə 2 yazıram. 3-dən yenə 2 dənə var, qüvvətinə 2 yazıram. İndi burada müxtəlif sadə ədəd sayı, İndi burada müxtəlif sadə vuruq sayı, müxtəlif sadə bölən sayı və sadə bölən sayı. Təkcə bu 36-da yox, bütün ədədlərdə bax bu üçü də bir-birinə bərabər olur. Müxtəlif sadə vuruqda 2 və 3-dür, müxtəlif sadə böləndə 2 və 3-dür, sadə böləndə 2 və 3-dür. Yəni hər zaman bax bu üçünün qiyməti bir-birinə bərabər olur. İndi burada sadə bölən 2 və 3-dür, yəni 2-yə bərabərdir. Amma sadə vuruq isə bax yazıram, sadə vuruq. Sadə vuruq sayı qüvvətlərin cəmidir. Yazıram, sadə vuruq bərabərdir qüvvətlərin cəmi. Bax, bu iki xəstəmiz əsas qaydalarımızdandır. İndi burada qüvvətlərin cəmi 2 və 2-nin cəmi 4-ə bərabərdir. Daha sonra burada mən natural bölənlərinin sayını tapa bilirəm. Deməli, n ilə işarə edək. Verilmiş ədədin natural bölənlərinin sayını tapmaq üçün ədəd mütləq sadə vuruqlarına düzgün ayrılmalıdır. Yəni, əgər misal üçün 36-nı mən burada yazsaydım ki, 2 vurulsun, 2 vurulsun 3-ün kvadratı. Bu düzgün olmayacaq. Nəyə görə? Çünki standart formada deyil. 2-ni necə yazmaq lazımdır? 2-ni qüvvəti nədir? 2 kimi yazmalıyam. Mən burada 2 vur 2 kimi yazsam, düzdür, cavab eynin də 36-dır, amma sadə vuruqlarına ayrılış şəkli bu deyil. Mütləqdir ki, standart, yəni yığcam formada olsun. Sadə bölənlər yazılmalıdır, qüvvətdə də saylarını yazmaq lazımdır. Deməli, bu yanlış formadır, yəni üstünə xətt çəkək. İndi natural bölənlərin sayını tapmaq üçün verilmiş ədəd mütləq sadə vuruqlarına düzgün ayrılmalıdır. Bax, burada kimi olmalıdır. Və qüvvətlərin üstünə 1 gəlib hasili tapılır. Yəni, 2 üstəgəl 1 vurulsun, 2 üstəgəl 1 olur. 9. Düstur kimi yazsam, məsələn, yazıram ki, A ədədi. A ədədinin sadə vuruqlara ayrılışını yazıram. Deməli, sadə bölənlərimiz ABC olsun, qüvvətləri də NMK olsun. Düzdür? Deməli, natural bölənlərin sayının düsturu necə olacaq? Qüvvətlərin üstünə 1 gəlirəm və həmin qüvvətlərin hasilini tapıram. Deməli, natural bölənlərin say düsturu budur. Bir də var tam bölənlərin say düsturu. Tam bölənlərinin say düsturu da natural bölənlərinin sayının 2 mislidir. Yəni 2 ilə hesablanır. Burada tam bölənlərin sayı nə olacaq? 9 vurulsun 2, yəni 18, düzdür? İndi gəlirik qarşılıqlı sadə ədədlərə. Qarşılıqlı sadə ədədlər nədir? Deməli, qarşılıqlı sadə ədədlər ortaq sadə vuruq olmayan ədədlərdir. Mənim dediklərimi qeyd eləsəz daha yaxşı olar. Deməli, qarşılıqlı sadə ədədlərin xüsusi halları var. Deməli, birinci, bir ədədi bütün ədədlərlə qarşılıqlı sadədir. Yəni, bir ədədi ilə istənilən A ədədi qarşılıqlı sadə sayılır. Daha sonra, ardıcıl natural ədədlər. Ardıcıl natural ədədlər qarşılıqlı sadədir. Məsələn, 3 və 4, nə bilim, 6 və 7. Bunlar qarşılıqlı sadədir. 3 və 4, 6 və 7. Necə işarə edə bilərəm formul kimi? Yazaram ki, x və x üstəgəl 1. Çünki mən bilirəm ki, bütün ardıcıl ədədlər bir-birindən bir vahid fərqlənir. Daha sonra üçüncü, bütün ardıcıl tək natural ədədlər. Yəni 3 və 5, daha sonra 7 və 9. Bunlar bir-biri ilə qarşılıqlı sadədir. Daha sonra yazaram ki, 11 və 13 düzdür, ayrı-ayrı. Deməli, bu üç cütlük qarşılıqlı sadədir. Daha sonra İndi ümumi formul kimi ardıcıl tək natural ədədləri necə yaza bilərəm? Mən deyirdim ki, tək ədədləri necə göstərirəm? 2K üstəgəl və ya çıx 1 kimi, düzdür? Onda belə yazaq da, biri 2K çıx 1 olsun. Özündən sonra gələn burada neçə artır? Baxın, 2 artır, düzdür? Deməli, birincisi 2K çıx 1-dirsə, digəri 2K üstəgəl 1 olur. Mənfi 1-in üstünə 2 gələndə üstəgəl 1 olur. Deməli, 2K çıx 1 və 2K plus 1 qarşılıqlı sadə ədədlərdir. Daha sonra dördüncü, istənilən iki müxtəlif sadə ədəd bir-biri ilə qarşılıqlı sadədir. Məsələn, bilirəm ki, 7 sadə ədəddir, həmçinin 17 də sadə ədəddir. İki müxtəlif sadə ədəd qarşılıqlı sadə sayılır.
5-ci hal, deyirəm ki, verilmiş 2 ədəddən biri sadə, məsələn 7, digəri isə bu sadə ədədin misli olmasın. Misal üçün yazıram ki, 24. 24 7-nin misli deyil, düzdür? Deməli, 7 və 24 qarşılıqlı sadədir. Əgər 7 və 14 yazsaydım, düzdür, biri sadədir, amma digər 14 7-nin mislidir axı, onda qarşılıqlı sadə olmur. Daha sonra 6-cı hal, lap başda demişdim qarşılıqlı sadə ədədlərin tərifində ortaq sadə vurğu olmayan ədədlər. Məsələn, yazıram ki, 25 və 36. Düzdür? Ortaq sadə vurğu yoxdur da burada, düzdür? Deməli, bunlar da qarşılıqlı sadədir. İndi bir dənə qeyd yazırıq. Deməli, tutaq ki, mən soruşuram 12-yə bölünmə əlamətini tətbiq edək. Mən də baxıram ki, 12 həm 2 və 6-nın, həm də 3 və 4-ün hasilidir. Mən bu zaman 2 və 6 bir-biri ilə qarşılıqlı sadə olmadığı üçün 2 və 6-nı yox, 3 və 4-ü götürürəm. Deməli, 12-yə bölünmə əlaməti həm 3-ə, həm 4-ə bölünmə əlamətidir. 3-ə bölünməsi üçün rəqəmlərinin cəmi 3-ə bölünməlidir. 4-ə bölünməsi üçün də son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünməlidir. Məsəl üçün, soruşa bilərəm 18-ə bölünmə əlamətini. 18 həm 2 və 9-un, həm də 3 və 6-nın hasilidir. 3 və 6 qarşılıqlı sadə ədədlər deyil, çünki ortaq vuruq 3-dür, düzdür. Deməli, 3 və 6-nı yox, 2 və 9-a bölünmə əlamətini götürürəm. 18-ə bölünməsi üçün 2-yə bölünməsi, yəni cüt olmalıdır son rəqəm, 2K yazaq. Həm də rəqəmlərinin cəmi 9-a qalıqsız bölünməlidir. İndi isə əbob və əkobu izah edirəm. Deməli, əbob ən böyük ortaq bölən, əkob isə ən kiçik ortaq bölünən deməkdir. Əbob və əkobu tapmaq üçün verilmiş ədədləri sadə vurğularına ayırmalıyam. Məsələn, yazıram ki, deməli, 60 və 130. Deyirəm ki, 60 və 130-un, deməli, əbobunu tapaq. 60-ı sadə vurğularına ayırıram. Deməli, mən 5-dən başlayıram. 60-ı 5-ə bölürəm 12, 2-yə bölürəm 6, 2-yə bölürəm 3, 3-ə bölürəm 1. İndi 130 sadə vurğularına ayırıram. Yenə 5-dən başlayıram. 5-ə bölürəm 26, 2-yə bölürəm 13. 13 sadə ədəddir, elə 13-ə bölürəm 1. Deməli, yazıram. Əbob 60 və 130. Deməli, 130. Əbob 60 və 130 ortaq olanların hasilidir. Əbobun açar sözü ortaq sözdür. Ortaq. Bax, açar sözümüz ortaqdır. Deməli, ortaq olanlar. Baxıram ki, ortaq olanlar. Burada da 5 var, burada da 5 var. Yazıram. 5 vurulsun. Burada da 2 var, burada da 2 var. Düzdür, yazıram. Vurulsun 2. Daha sonra baxıram ki, burada 13'dür, burada 13 yox. Deməli, ortaq vurulma artıq yoxdur. Əbob olur 5 vurulsun 2, yəni 10. İndi əkoba baxaq. Deməli, əkob 60 və 130 bərabərdir. Gəlin verilmiş ədədləri sadə vurğuların hasili kimi yazaq. 60-ı yazıram ki, 5 vurulsun. Deməli, 2-dən nəticədə nə var? 2 dənə düzdür yazıram. 2, qüvvətdə də 2 yazıram. 3-dən də 1 dənə var. Vurulsun 3. 130'u da yazaq. 130 bərabərdir. Deməli, 2 vur, 5 vur, 13 düzdür. Aha, sadə vurğularını ayırdım. Əkobda necə tapacağam? Deməli, hər ikisinin də sadə bölənlərini, sadə bölən nə idi? Müxtəlif sadə vuruq. Deməli, burada 5, 2, 3 və 13. Hər birini yazıram. 2, 5, 3 və 13. Bütün müxtəlif sadə vuruqları yazdım. Və qüvvətə nə yazacağım? Qüvvətlərinə böyük olan qüvvəti yazıram. Burada 5-dən bir dənə var, burada da bir dənə var. Onda olduğu kimi yazıram. 5 üstü 1. 3-dən burada bir dənədir, burada yoxdur. 3 üstü 1 olaraq qalır. Daha sonra 13-dən burada yoxdur, burada bir dənədir, qüvvət 1-dir. Baxıram 2-yə. Burada 2-nin qüvvəti 2-dir, burada isə 2-nin qüvvəti 1-dir. Düzdür, yazılmayan 1-dir hər zaman. Baxmayaraq ki, burada kiçikdir, uşaqlar bəzən qüvvəti kiçik olanı götürür. Kiçiyə baxmayın, tərsini fikirləşin. Əkobda qüvvəti böyük olan 1-i yox, 2-ni götürürəm. Deməli, 2-nin qüvvətini yazacağam. 2. Deməli, qüvvəti neymiş? Böyük olan imiş, düzdür. İndi bunu hesablasam, 4 vur 5, 20, 3, 60, 60 da vururam 13'ə, 780. Əkob oldu 780, əbob oldu 10. Əkob və əbobla bağlı düsturlarımız var. İndi mən bunları yazıram, siz bunları qeyd dəftərinizə yazın.
Deməli, mən burada düsturlar yazdım. 4 dənə düsturdur. Düsturlar yazanda elə fərqinə vardım ki, mən sizə C haqqında danışmadım. Deməli, C nədir? C ortaq olmayan sadə vuruqların hasilidir. İndi gəlin 60 və 130-un ortaq olmayan sadə vuruqların hasilini tapaq. Deməli, C 60 və deməli 130 üçün. Baxıram ki, burada ortaq olanları mən dairəyə almışdım, düzdür? 5 və 2 idi. 5 və 2-lərin üstündən xətt çəkirəm. Geriyə nə qaldı? 2, 3 və 13. Deməli, ortaq olmayanlarının hasili 2, 3 və 13-dür. 6 vurulsun 13, yəni 78. Hətta mən burada hazır düstur da vermişəm. Əkob bölünsün əbob C-ni verir. Gəlin yoxlayaq. 780 böl 10, o da bərabərdir 78-ə. Gördünüz, yəni düsturla da tapmaq olar. Normal həlli də budur. Gəlin mən sizə daha sadə bir üsul deyim. Ortaq olmayan sadə vuruqların hasilini tapmaq üçün, əgər bu şəkildə sadə vuruqlarını ayırmaq istəmirsiniz, daha tez tapmaq istəyirsinizsə, bir dənə kəsir xətti çəkin. 60 və 130-u sürət və məxrəcə yerləşdirin. Daha sonra kəsiri ixtisar aparın və ən sonda alacağınız forma ixtisar olmayan kəsir alınsın. Sıfırları ixtisar aparsam nə olacaq? 13-də 6. 13-də 6 kəsiri də ixtisar olunmayan kəsirdir. Deməli, buradan çıxır ki, C bərabərdir 6 və 13-ün hasilini, yəni 78. Yəni, bu daha praktik üsuldur məncə. Sizə hansı rahatdırsa, o üsuldan istifadə edərək yaza bilərsiniz. İndi isə əbob əçobun hesablanması ilə bağlı xüsusi qeydlər deyəcəm. Birinci növbədə, əgər verilmiş 2 ədəd, yəni A və B ədədləri qarşılıqlı sadə olarsa, o zaman həmin ədədlərin əbobu 1-ə bərabər olur. Əçobu isə həmin ədədlərin hasilinə bərabər olur. Yəni A vurulsun B-yə bərabər olacaq. İkinci qayda, əgər verilmiş ədədlərdən biri digərinə bölünürsə, məsələn, A ədədi B ədədinə qalıqsız bölünərsə, onda əbob AB bərabərdir ədədlərdən kiçik olanı, yəni bölənə. Bölənimiz burada nədir? B. Deməli, əbob bərabərdir bölənə, B-yə. Əbobun açılışı necədir? Ən böyük ortaq bölən. Bölən olduğu üçün B, yəni bölənə bərabərdir. Əçob AB isə Əçob nə idi? Ən kiçik ortaq bölünən. Bölünən nədir burada? A, düzdür? Deməli, əçob bərabərdir A-ya. Üçüncü qayda, əgər verilmiş ədədlər ardıcıl cüt natural ədədlər olarsa, deməli, bu zaman gəlin ümumi formul kimi yazaq. Cüt ədədləri mən necə yazırdım? 2K kimi yazırdım, düzdür? Biri 2K olarsa, digər 2 vahid çox olur. Yəni, 2K üstə gəl 2. Nəyə görə 2 vahid çox olur? Çünki bütün ardıcıl cüt ədədlər 2-2 artır da. 2, 4, 6, 8, 2-2 artaraq gedir. Ona görə biri 2K olarsa, digəri də 2K üstə gəl 2 olacaq. İndi ardıcıl cüt natural ədədlərin əbobu yazıram. Əbob bərabər olur hər zaman 2-yə. Əkob isə həmin ədədlərin hasilinin, yəni A vur B-nin hasilinin yarısı olur. İndi deyə bilərsiniz ki, burada A vur B hansıdır? 2K bizim A ədədimizdir. 2K üstə gəl 2 də B ədədimizdir. Məsələn, gəlin nümunə yazın, daha yaxşı başa düşün. Deyirəm ki, əbob 40 və 42-ni tapın. Mən də bilirəm ki, 40 və 42 ardıcıl cüt ədədlərdir. Mən də bunun qaydasını öyrətdim ki, ardıcıl cüt ədədlərin əbobu hər zaman 2-dir. İndi əçobunu tapaq. Əçob 40 və 42 bərabərdir. Deməli, 40. Aha. 40 və 42. Dedim ki, ardıcıl cüt ədədlərin əkobu A vur B böl 2-dir. Yəni, 40 vurulsun 42 bölünsün 2 olacaq. Burada da 42-yə ixtisar aparsam, sürətdə nə qalır? 20. 20-ni də 42-yə vuranda alınır 840. Deməli, əçobun neçəymiş? 840 imiş. Deməli, bu günlük bu qədər uşaqlar.
Mövzu izahını bir izləyicimin xahişi ilə çəkmişdim. Ümid edirəm ki, həm ona, həm də sizlərə faydalı olar. Və burada məni izləyən bütün şagirdlərə, imtahana hazırlaşan abituriyentlərə hər birinə uğurlar arzu edirəm. Ümid edirəm ki, əziyyətiniz yerdə qalmaz, çəkdiyiniz əziyyətlərin bəhrəsini görərsiniz. Bu cür videoların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.